Cin suresi Məkkədə nazil olmuşdur. 28 ayət. Bağışlayan və mehriban Allahın adıyla. Ya Peyğəmbər, de, mənə vəhy olundu ki, bir dəstə cin Məkkə və Taif arasında sübh namazı vaxtı Qur'anı dinləyib, öz həmcinslərinin yanına qayıtdıqları zaman dedilər: biz çox qəribə, təsəvvür edilməz dərəcədə gözəl olan bir Qur'an eşitdik. O xalqa haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən Rəbbimizin cəlalı çox ucadır. O özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq. Doğrusu, bizim səfehimiz iblis, Allah barəsində tamamilə yalan, haqdan uzaq olan sözlər söyləyirmiş. Biz elə güman edirdik ki, nə insan, nə də cin tayfası Allah barəsində yalan danışmaz. Həqiqətən, cahiliyyət dövründə bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü, azğınlığını artırırdılar. Cinlər özləri haqqında çox böyük fikirlərə düşürdülər. Onlar, o insanlar da, siz cinlər yaxud o cinlər də, siz insanlar təkin elə güman edirdilər ki, Allah heç kəsi öləndən sonra diriltməyəcəkdir. Biz, cinlər, yuxarı aləm əhlinin söhbətinə oğrun-oğrun qulaq asmaq üçün göyə qalxmaq istədik. Səmanı yoxladıq. Amma onun mələklərdən ibarət güclü gözətçilər və yandırıb yaxan, axan ulduzlarla dolu olduğunu gördük. Biz Məhəmməd əleyhissalamın Peyğəmbər göndərilməsindən əvvəl mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində otururduq. Lakin indi kim onların söhbətinə qulaq asmış olsa, yandırıb yaxan bir ulduzun onu gözlədiyini görər. Biz bilmirik ki, göyün gözətçi mələklərlə, axan ulduzlarla doldurulması və mələklərin söhbətinə qulaq asmağın bizə qadağan edilməsi ilə yerdə olanlara bir pislik etmək istənilmişdir. Yoxsa Rəbbi onlara bir xeyir diləmişdir. Şübhəsiz ki, aramızda əməli salih olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə, məzhəblərə ayrılmışıq. Biz anladıq ki, yerdə də olsaq, göyə də qaçsaq, Allahdan, Allahın əzabından canımızı qutara bilmərik. Doğrusu, biz hidayət yolunu göstərəni dinlədiyimiz zaman ona iman gətirdik. Kim Rəbbinə iman gətirsə, nə yaxşı əməllərinin mükafatının əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan, başqasının günahlarının ona yüklənməsindən qorxar. Şübhəsiz ki, aramızda Allaha və onun Peyğəmbəri Məhəmməd əleyhissalama iman gətirən müsəlmanlar da var. Haqq yoldan çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. Haqq yoldan çıxanlar isə cəhənnəm üçün odun olacaqlar, orada yandırılacaqlar. Sonra mənə belə vəhy olundu. Əgər onlar, Məkkə müşrikləri, o yolda, İslam dinində doğru olsaydılar, biz onlara 7 il davam edən quraqlıq və qıtlıq əsnasında bol yağış verərdik ki, onları bununla, bu nemətlə imtihana çəkək. Kim öz Rəbbini yad etməkdən üç çevirsə, Allah onu məşəqqətli bir əzaba düçar edər. Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin. Allahın bəndəsi Məhəmməd əleyhissalam qalxıb ona ibadət edəndə, cinlər Qur'anı dinləmək üçün toplanmış izdihamın çoxluğundan az qalmışdı ki, bir-birinin üstünə çıxsınlar. Ya Peyğəmbər, de, mən ancaq öz Rəbbimə ibadət edirəm.
və heç kəsi ona şərik qoşmuram. De, mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm. Bunu ancaq aləmlərin Rəbbi olan Allah edə bilər. De, məni Allahdan, Allahın əzabından heç kəs qutara bilməz və mən də ondan başqa heç bir sığınacaq tapa bilmərəm. Mənim əlimdən Allah dərgahından olanı və onun göndərdiklərini, Qur'anı və dini hökmləri təbliğ etməkdən başqa heç bir şey gəlməz. Allaha və onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar. Onlar təhdid olunduqlarını gördükləri zaman, kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər. De, mən sizin qorxudulduğunuz əzabın yaxın olduğunu, yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin edəcəyini bilmirəm. Qeybi bilən ancaq odur və öz qeybini heç kəsə əyan etməz. Bəyənib seçdiyi Peyğəmbərdən başqa. Allah onların önündə və arxasında mələklərdən ibarət gözətçilər qoyar ki, Peyğəmbərlərinin öz Rəbbinin göndərdiklərini nə cür təbliğ etdiyini bilsin, bəlli etsin. Allah onlarda olanların hamısını, Peyğəmbərlərin əhvalını və bütün əməllərini öz elmi ilə ehtiva etmişdir. O hər şeyi bir-bir sayıb yazmışdır, təsbit etmişdir.